Salam, statistika vaxtına baxırsınız. Bu buraxılışda istehlak səbətindən danışacağıq. İstehlak səbəti əhalinin istehlak etdiyi mal və xidmətlərin seçilmiş toplusudur. Bu səbət insanların istehlak vərdişlərini əks etdirir və mütəmadi olaraq yenilənir. Yəni, əhalinin istehlak xərclərində əhəmiyyəti artan məhsullar səbətə əlavə edilir, eyni zamanda öz aktualını itirmiş məhsul və xidmətlər isə səbətdən kənarlaşdırılır. İstehlak səbətinə ərzaq və qeyri-ərzaq məhsulları, eləcə də müxtəlif növ xidmətlər daxildir. Məhz bu səbət əsasında istehlak qiymətləri indeksi hesablanır və qiymətlərin səviyyəsində baş verən dəyişikliklər izlənilir. Bu göstərici inflyasiyanın qiymətləndirilməsi üçün əsas statistik göstəricilərdən biridir. Sadə desək, istehlak səbəti insanların gündəlik istifadə etdiyi mal və xidmətləri əks etdirən və qiymət dəyişikliklərini ölçməyə imkan verən əsas statistik alətidir. Bu statistika vaxtıdır. Sağ olun.